Hello bebişkolar, necəsiz? İnşallah ki, yaxşısınız. Bugün sizinlə bir təmizlik videosu, vlogu paylaşıram. Bu TikTok'a nə olub, mən başa düşə bilmirəm. Yəni, nə paylaşıram, heç biri 200-300 baxışdan yuxarı qalxmır. Bu nədən ola bilər görəsən, bilmirəm qızlar. Çox xahiş edirəm bu videoya maksimum dərəcədə rəy yazın. Bəlkə bu keşfətə düşər. Şeytanın bacağını qırmış olarıq. Ən çox, demək, səhər ən çox uğraşdığım iş bu. Pastelin içindəki ədyalı sərgiyə salmaq, düzəltməkdir. Çünki topalanır bir tərəfə və onu mən hər səhər düzəltməliyəm. Bunun üçün nə etmək olar? Bilən varsa yazsın rəylərdə. Bir də ki, qızlar, ən sevmədiyiniz ev işi hansıdır? Onu da rəylərdə yazsaz sevinərəm. Bu videoya baxanda sizcə mənim ən sevmədiyim iş hansıdır? Əgər fikir versəz, məncə tapa bilərsiniz. Videonun sonunda özüm deyəcəm o iş hansıdırsa. Belə keçdim uşaqların otağını yığışdırmağa. Düzü, video biraz uzundur, ona görə bilmirəm nə danışım sizinlə ki, ürəyiniz sıxılmasın. Yəni, 2 dəfə bu videonu səssiz paylaşdım. Heç cürə baxış sayı gəlmədi. Mənim də heyfim gəlir bu videoya. 1 saatımı alıb. Amma burada tezləşdirmişəm. 5 dəqiqəyə sığdırmışam. Əslində burada çıxdım, balkonda da iş gördüm. Bitkilər əkmişəm. Balkonda çıxdım, onları falan suladım, gəldim. Artıq o balkon çox balaca olduğu üçün orada çəkiliş etməmişəm. Ən sonda gördüyüm iş evdə pilsoslamaq işidir. Ondan isə əvvəl qabları yumaq. Yəni, bütün işlərimi görüb qutarandan sonra qabları yuyuram, sonra da evləri pilsoslayıram. Sizdə necə gedir bu iş bölgüsü? Nədən başlayırsınız evi yığışdırmağa və nə ilə bitirirsiniz? Biraz evimiz darısı qaldı. Olduğu üçün uşaq otağına bu yazı masası sığmadığı üçün bunu da zala qoymuşuq. Və o pərdə görürsünüz. İndi bilirəm ki, maraqlıdır sizin, çünki niyə o pərdə elə aralıdır divardan? Çünki proyekt belədir qızlar. Pərdənin yuxarısı betondur, ancaq yuxarısı da yəni. Və aşağı düşəndə içəri girir pəncərələr. Ona görə belədir. Bura bilmədim. Pərdəmi eləyim, yoxsa jalüz deyirlər. Jalüzmü eləyim, nəsə belə pərdə qərarına gəldim. Bu çoxdan eləmişik. Əslində bunu bəlkə də daha səliqəli bir şeylər etmək olardı, amma artıq bunlara fikir vermirəm. Çünki Allah qoysa, inşallah ki, evi dəyişmək fikrimiz var. Ona görə də bu evdə heç bir dəyişiklik etmirəm. Elə olduğu kimi də saxlamışam. İnşallah yeni evimizdə daha gözəlini edərik. Və inşallah arzusunda olan hər kəsin evi olsun inşallah. Belə qızlar, kuxnamı da yığışdırıram. Qablarımı yuyuram. Məndən çox bəlkə də bu dəsmalı yuyub sıxan yoxdur. Əllərim qabar olur o stosiyanın dəsmalı sıxmaqdan. Və damaşniklərin altında mənim kimi pilsoslayan varmı görəsən, yoxsa sadəcə mənəmmi? Yəni, əgər onun altını təmizləməmişəmsə, pilsoslamamışamsa, onun damaşniklə pilsosladığım tərəfə keçmirəm. Belə qızlar, ətrafdan səslər gələ bilər, yan otaqdan qızım nəsə oxuyur, oynayır, bilmirəm. Belə. Başqa nə danışmayın qızlar? Başqa danışacaq bir sözüm yoxdur. Bu arada Temudan qızlar nə qədər video paylaşıram. Temu ilə işbirliyi etmişəm. Video paylaşıram və həmən videodan sonra Temu işbirliyini saxlayır. Ya mən kural ihlal etmişəm. Yəni bunu eləyənlər, bilənlər varsa mənə yazsın, görüm mən
necə işbirliği edim ki bu Temu ilə. Bütün günü Temudan mən alışveriş